Çemberde açıyla çemberde uzunluğunun hamısını müzakirə edeceğiz. Dairede alana da indi bakacağız da orada bir test, iki test. Sonra bu günler inşallah polinom dersini keçeceğim. Çünkü Cuma günü beşinci gününün gözlemeyeceğim ki polinom da bitsin ki süratli bir şekilde tekrarlara gidelim. Dokuzuncu sual. Çemberde açılar bireyin A serisinden. 65 ise karşısı ne olacaktır? 2 katı. Yani 130 derece. Buradan sonra mən nə edirəm? Buradan bu şəkildə birləşdirdiyim zaman aydındır ki, açıq bucaq 180 olduğu üçün 180-dən 130'a çıxanda 50 eləyəcək, yarısı da nə olacaq? 25 dərəcə eləyəcəkdir. Yəni 9'un cavabı C bəndə olduğu gördüyünüz kimi. Sonra test 1'də. Test 12. 1'də varmı? Neçə? 12. 12. Ama burada belki de dikkat eləmişsiniz aynı yer. AB burada değil çaptır. Yani ki AB nedir burada? Diametrdir. Tamam. Diametri olanda 35 ise karşısına olar 70 olar. 180'den 70'i çıxanda ne kalır? 110 kalır. ADS'nin istədiyinə görə, buranın istədiyinə görə 110'un da yarısı ne olar? 55 olar. Yani A bəndə olmuş olur. Yəqin ki o çap sözüne dikkat etməmişsin. Düzdür, Nigar'cığım? Bəli, müəllim, onu görməmişim. Hmm. Dikkat etmek lazım. Test 1'de var mı başka? Zeynep. Kamran var mı test 1'de? Ay Kamran. Xeyr müəllim. Test 2'de buyurunuz lütfen. 12. 5. 12, 5, 5, 5, 5. Bölüm sualı. Bölüm sualı. Dehşetül vahşet bir sual. Evet, burada 70 derece var. O B de O C'ye beraberdir. Süleyman da geldi. Şimdi değerli kardeşlerim, eğer ben bunu bu şekilde birleştirsem, o zaman bunlar hamısı radyüs olacaklar. Ki radyüslardır zaten. Çünkü OB'de radyüsler arkadaşlar. Onda bunun hamısından da düşecek. 60, 60, 60 düşecek. Bu da radyüs olduğuna göre ne olur? 70, 70 olur. 140 buraya düşürme 40 derece. 60 ise de 40 gelenle ne ile 100 ilir. Sonra balalar 12. 12. Mənim Başka var 6 mı dəfə. 12'den baş? Neçə? 6-cı sual. 6. sual Kamran deyir. O zaman sayfa sayfa gidelim ki uşaqlar. Aha. Burada yine radius var. Yine radius var. Deməli yine radiusu birləşdirəcəm. Ay Kamran. Deməli bu da radius bu şekilde. Bu radius da buraya beraber olduğu için buraya 25 olacak. Harici bucaq olduğuna göre 50 olacak. Bu da beraber yanlı olduğuna göre 50 olacak. 50, 50, 100, 80 olacak. 80, 25 elədi neçə? 105, 180'dan da 105 çıxanda nə eləyəcək? 105 ilə 75 eləyəcək. Yəni C şıkkı. Sonra 12 dedi Nigar. Şimdi kimin ne sual olsa ikinci sefere sorarsınız. Hı hı. Şimdi EF AS'ye paraleldir. EF AS'ye paraleldir. Daxili çarpaz bucaqlar olanda bura ne olur? 25 olur. 25 ise karşıda ne olacak? 50 olacak. Tamam mı? Tamam. BAS'ni isteyecek bizden. Hani BAS? Baba 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 de burayı. Biz de bilirdik ki paralellerin arasında kalan bucaqlar, tamam mı? 25 yok, üzr istəyirəm. 25'in qabağı 50 olur. Şeylər, mən elə bildim obrusu paralel də var. 50, 50 elədi 100 olur 80. 80'in də yarısı nə olacaq? Nigar 40 dərəcə olacaqdır Süleyman. Sonra maşallah. Yoktur. Test 3'te. Test 3'te. Buyurun uşaqlar test 3'te. Ümumiyyətlə test 1'lərdən 8. 8-ci öncəki sual. açılardı. 4,
elə 4 dənə test demiş ki. Aha, test 3-dən neçə mənim balam? 8. Ondan əvvəl məndə 5 də var məndə. 5 də var məndə deyir müəllim. Məndə deyir 5 var müəllim. Aha, biz demişdik ki, çember dışında götürülmüş noktadan merkez ile birleştirme yaptığımız zaman həmişə orada tembelən əmələ gələcəkdir. CD 110 olduğuna göre məcburiyyətdən burası 110 olacaq. Tamam mı? Tamam, bu da beraber olacağına göre aydındır da uşaqlarda. Yəni mən bunun ispat yönümlü dediyim üçün 110 110 nə elədi? 220. 220 360'dan çıxanda nə qalır? 140 qalır. Hərəsinə düşür nə? 70 nə 70. İndi ay müəllim 2 saat uzadacağınıza elə bu diametr olanda cəmi 180 olduğuna görə 110 70 bu şəkildə eləyə bilərdiniz də. Bəli, 110-dan da 70-i çıxanda 40, hərəsinə düşür nə? 20 20 keçəcəkdir. Tüm isbatı ilə hər bir tərəfə verdim cəmi 90 olmasını, cəmi 180 olmasını və s. və ilə. Sonra balalar isteyenler sonra YouTube'a yerleştirdikten sonra yeniden bakıp kayıt şey yapabilirsiniz. Sonra neçə çemberde açılardı bu testte? 8. 8. 8. Qəşəng bir sual həqiqətən də. Çox təbrik edirəm Zeynəb səni. Deməli, mərkəzi bucaq olduğu üçün 110 olacaq. Mərkəzi bucağın qarşısı da 110 olacaq ay Zeynəb. 30'dursa karşısı 2 kat olduğuna göre 60 olur. Biz de demiştik ki iki kesişen kirişlerin orada jest u nas Rusça bilirsən yəqin ki vətərlərin kesişməsinin anlamayacağı tapanda 110 ise 60 gəlir 170 2'ye bölür ne eləyir? 85 eləyir yani A bəndi. O düsturuydu ona göre. Sonra neçə bu testdə balalar? Bu testte yoktu. Kamran yoktu. 11. Süleyman 11. Xeyr, yoxdur. Neçə Zeynəb? 11. 11. Aha, 50 ise mənim gül balam. Qabağın nə olacaqdır ay Zeynəb? 110. Səhv yazdım. 50 ise qabağın nə olacaqdır? 100 olacaqdır. Tamam. İndi məndən F-yeni istədiyinə görə, bura özümüzdən bir A deyə, biz düsturana görə nə bilirdik? 100 çıx A bölünsün 2 bərabər nəyə? 20'ye. 100 çıx A bərabərdir 40'a. A nəyə bərabər? 60'a. Yəni B bəndi. Sonra uşaqlar bu testdə Zeynəb, Nicar, zərfə çemberde açılarda var mı başım səndə? Yoxdur mən. Yoxdur. Kamran var mı bu testdə? Yoxsa kesim 4'də? Xeyr, başqa sual yoxdur məndə. Aha, test 4'də buyurun balalar. Kamil, Süleyman, 3. Nicar, Namik. 2. Namik bir şey demirdi. Namik Vladimir. 5. Aha. Neçə? Neçə? 2 mənim. 2. 2. Benim sual. 2. İndi burada görürəm ki CY ilə YB birinə bərabərdir. Tamam. A ilə Y-ni birləşdirəndə həmən yeni bir şey çıxır ortalığa. AB çaplı dediyinə görə diametri görən bucaq 90 dərəcədir. O zaman ABC bucağında həm median, həm tənbölən, həm hündürlük olanda yarı-yarıya bölünəcək 20-20 olacaq. Bu dəmdə bərabər yanlı üst bucaqda olacaq da bizdən ASB-ni istədiyinə görə 90-20 bura nə olur? 70 olur, yəni D bəndi. Sonra balalar deyin test 4'də. 3. Sonra balalar. Neçə? 3. ETA-da? Bəli. Aha. Nicarda görə necə eləmişsən? Amma burada yəqin ki, Nicar fikir verməniz lazım ki, düzgün ongendir. Yəni, bu onbucaqlı olur. Hə, ona əsasən mən bir tərəfinin, yəni bir dənə bucağını tapdım. 10 bucaqlının. 360'ı 10'a böldün, düzdür mü?
Ha, 360 onu böldüm. Çıxdım 180'dan çıxdım onu elədi 144. 144'ü 2'ye vurdum. Sonra da 360'dan çıxdım. Bir dəqiqə, sən çox uzun getmirsən ki, 10 bucaqlı olduğuna görə 10 dənə qövs var. 360 ona böləndə 36 eləyir. Mərkəzi bucaq elə 36 olanda elə 70 eləyir də qısa yol var idi. Ha, mən uzun tərəfdən getmişəm. Problem yoxdur, səhv demədim. Süleyman eləmişdi yəni bu sualı, ay Süleyman. Test 4'te xeyr, başa düşməmişdim onu. Sözlərini bölüşməmişdim. O başa düşməyəndə Namiqdən soruş da, nədən adı türkçəsini. Namiq yaxşı oldu. Çaş deməyə, yəni Namiq. Namiq necəsən Namiq? Sağ olun müəllim, siz necəsiz? Sağ ol. Sənə ilişməyəndə ürəyim partlayır da nağarım. Səndən ötürü darıxıram. Sabah dərsimiz var, görüşəcəyik inşallah. Sorum uşaqlar test 4-də. 5 de var müəllim. 5. 5 də var müəllim, 5 də var müəllim. 5 də var müəllim diyorsun. Aha, aha, aha. Deməli uşaqlar mənə BAY-ni istəyəcək. Bay, 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 bay. Dəhşətül vəhşət sual. Bax, üçbucaq var burada. DSY üçbucağı. Üçbucağın xarici bucağı 65 üstəgəlsin 20 ilə 85. Üçbucaqdan yazdım bana. Biz də bilirik ki, çevrənin daxilinə dördbucaqlı çəkəndə, yəni A, B, C, D, qarşı bucaqların cəmi 180 olur. Dolayısıyla 180-dən də 85-i çıxıram ki, ondan nədir onun adı, bizim verirəm. Neçə eləyir uşaqlar? 17-dən 8, 95 eləyir. Yəni olur nə? B bəndi. Zərifə varmı bu testdə sual Süleyman? On. Xeyr. Hı -hı. Bu testdə soruşun Kamil, Süleyman, nə bilim, Nigar. Buyurun uşaqlar bu testdə 10 var. 10 var. Zeynəb sualımız qalmasın mənim balam. 10. Zeynəb necə eləmisən onu? Əgər 120-dirsə, qarşıdakı bucaq 60 olacaq müəllim. Tamam. Tamam. Türkçə şeyi izahatını düşmən belə verməmiz lazım. Əgər biz buranı birləşdirsək, mənim gül balalarım. A, F, C, B üçbucağında qarşı bucaqların cəmi nə olur? 180 olur. Dolayısıyla bura 60 olur. 60 olanı burada 120 olur. İndi sağdakı çevrədə F, C, D, Y-də qarşı bucaqların cəmi 180 60. Ay müəllim nə uzatdınız? İkisinin cəmi 180 olur da. Demək ki, həmişə belə çevrələr verəndə, çəmbərlər verəndə bu şəkildə bucaqlara cəmi nə olurmuş? 180 dərəcə olur. Anlaşıldı mı Rebiyyata? Bəli, müəllim. Давайте ищи дружно. Bu multfilm var idi Süleyman. Rебята, давайте ищи дружно. Baxmısan bu tiklərə? Mən işitmişəm. Sonra uşaqlar bu test 4-də. Lütfən sorumuz qalmasın. 12. 12. Aha. 12-ci sualda iki çəmbər var. Tamam mı? Çəmbərdə iki dənə toxunanlar var. Kural budur ki, o toxunanların kəsişmə nöqtələrinin həmişə əmələ gətirdiyi bucaqlar həmişə 90 dərəcə olur. Bunlara aid başqa suallar da olurdu. Bu şəkildə 90 dərəcə olur. Amma bunun isbatını da yapa biliriz. Müəllim hardan gəldi? Çünki buna aid fərqli həmişə suallar ola biliyordur. Buranı birləşdirəndə, tamam mı? Buranı birləşdirəndə həmişə buranı kəsən olmalı da. Hökmən kəsmə nöqtəsindən atıyorum da indi arkadaşlar. Məsələn, bura bir dənə A deyəndə, bura bir dənə B deyəndə. A-nın qabağı 2A olur. Tamam mı? B-nin də qabağı 2B olur. Anlaşıldı mı? Sonra uşaqlar 2A'nın bu tərəfə çıxırıq, 360, bu tərəfə çıxırıq. Sonra bunları toplayırıq. Sonra görürük ki, işte gəl B nə olur? 90 dərəcə isbatı bu şəkildə gəlmiş oluyordur. Yəni, bu sadə formula idi. Keçdik çəmbərdə uzunluğa. Burada bir dəqiqə gözləyin, görün neçə test var burada. O 6 tane test var. Vay vay vay. Hələ ki 1, 2, 4-ə baxalım. Çünki polinom keçmək istəyirəm. Nikivo. Test 1-də buyurunuz uşaqlar, çəmbərdə uzunluq.
Çemberde uzunluk test 1. 7. Kamran sualımız kalmasın benim balam. Ben 5 var 7 tane. Tamam. Yadımıza biraz diri terpenelim. Çok güzel bir soruşmuşsunuz həqiqətən də. Bunu görən kimi həmən o anda C-ni birləşdirərdim. Düzdürmü? Niyə Süleyman? Ona görə ki 60 dərəcə bura qabağındakı 120 eləyir. Mərkəzi bucaq olduğuna görə 120 olur. Biz də bilirik ki R 2 kök 3 olanda nə olurdu 120 30 30 olanda? A kök 3 olurdu. Yəni radius nə olmalıdır? 2 olmalıdır. Yəni C bəndi. Sonra uşaqlar. Bu sayfada 11'e bakabilirsiniz. Tabii ama şey dediğinde o bu sayfada da olsa soruşunda biraz cad olmak lazımdır ki uşaqlar. Yəni dərsdə diqqətlə qulaq as. Çox gözəl bir sual soruşmusan Kamran. Həqiqətən səni təbrik edirəm. Mərkəzdən vətənə çəkilmiş perpendikülər onu nə edirdi? Yarıya bölürdü. Yəni h olanda 17 ise 7 gələndə 24 eləyir. Yarıya böləndə 12 olur. Burada 5 olur. Biz də bilirdik ki 5 oldu hoş 5. Nəysə yaxşı zarafatlayıram. 5 12 oranda birləşdirəndə nə olur? 13 olur. Yəni yarı çapı, yəni radius nədir? 13'tür. Namiq nətər izah elədim? Xeyr müəllim. Görsən. Şagird belə oları super deyir. Süleyman'a soruşdum deyəcək mənim belə də pis deyilsiniz nə bilim nə. Süleyman dedi Süleyman. Süleyman müəlliminin en sevgili şagirdidir. Süleyman ne var ne yok? Yaxşı, mənim üçün necəsiz? Sağ ol yüreğim kurban sağ ol. Sonra 5 demişti deyəsən hə Kamran hə? Bəli ben. Zeynep sesin gelmedi ha suallarda çemberde uzunluğunda. İşlememişsen bunlar ay Zeynep. Soruşmuşdum müəllim. Soruşmuştum sözünü tercüme eder misin? Yəni demişdim. Yok çemberde uzunluğunda demiştin ona. Heç nə izah eləmədim. Görün başladınız mı? Beraber yanı ikizkenarı koydum. 120 formalaştı. Radius da 4 olduğuna göre 120 30 30'da ne olurdu? 4 kök 3 olurdu. Başa düşdünüz? Ha, başa düşdünüz mü balalar? Bəli müəllim. Bəli ben. Çok güzel, çok güzel. Sonra bu testler uşaqlar. Çemberde uzunluk test 1. Çemberde uzunluk test 1 var mı Ay Zeynep? Test 2-də var. Test 2 de var. Keçdik. Test 2'de buyurunuz. 5-ci sual. 12. 5. sual. Çemberde uzunlukta ay zərfə sualın var mı? O British sayfalarda var. Tamam. Deməli 30 derece verilir. Altından 2 verir. Bize ne istiyor? BS'ni istiyor. Bu 30 ile ne alakası var ki bunun? Hmm. 30 ile ne alakası var? Süleyman necə eləmisən? Yəqin o ilə C-ni birləşdirmisən. Süleyman. Süleyman. Mən bu neçənci testdir? Dərsə qulaq asmırsan, ikinci testdə. Sadəcə səhvləmirsə, keçən dəfə dərsdə işləmişdik bunu. Bildim, nədir onun adı şeydir. Həllindir də, necə olacaq? BS'ni istəyəcək. Vay, Uzaq asan C sorulmuş. 90 dərəcədir, çünki diametrə söykənir.
Bir 10 dəqiqə, bir dəqiqə, bir dəqiqə. Bir dənə kalemi dəyişim, bir dəqiqə. 90 dərəcəni gördüm. Bu 60'ı da gördüm. 90, 16, 30, oradan 12 biz nə olacaq? SY-ni 3 tapırıq və sonra da Burada 6 vurulsun qarşı-qarşıya 2 hasillər bərabərdir birinə 3 vurulsun bərabərdir də. x. Burada A Bəli. olanda 3 vurulsun A bərabərdir 6 vurulsun 2. A da bərabərdir 4'ə. Bize ne istiyor ki? BS'ni istiyor. Ha, burada oldu. Çok güzel bir soruymuş ha gerçekten. Really very it is important question. Hı hı. Sonra maşallah. 2. Neçə? 12. 12. Etat importante. Zeynep var mı bu testte başka? Ay Zeynep. Var müəllim. AC 8'dir. Hani AC? Aha. Bizden bir dakika bir dakika. Radius 5 veriliyor burada ya. Radius 5 veriliyor burada. Buranı çekəndə radiusun 5 olduğunu gördüm. Hatta buranı da çekeyim ki, hatta buranı da çekeyim ki. Hatta buranı da çekeyim ki, qoy, lazım olsa da olmasa da hamısını çekeyim. Şimdi AC 8'dir, radius 5'dir. Bunun hamısı 8'dirsə, 8'dən onda 5 çıxanda qalacaq nə? 3. Deməli, radius bu tərəfi də 3'dür. Tamam mı? Burada qalacaq 2. Bizə nə istəyir? AD hanı ki? Hə, radius 5 olduğuna görə 5, 3 Pifagora görə 4 olur. Burada 4 olur. Yəni 12 B-dir. Güzel bir soru. Sonra uşaqlar. 8. Mükəmməl bir 10 ilə B-ni birləşdirəndə radius yenə 5 olur. Burada 13 olur. 13, 5 nə olur? 12 olur. Yəni o bəndə. Sonra uşaqlar. Sonra çemberdə uzunluqda uşaqlar. Yoxdur burada. Keçdik test 3'ə. Buyurunuz. 3. 3. AB 7'dir. Aha. Bakın uşaqlar buranın hamısı 7'dir. Gəlin şöyle bir şey diyelim. Bura bir A diyelim. Burada A olar. Bura özümdən bir dənə B deyirəm. Burada B olar. BDY'nin nəyini istəyəcək bizdən uşaqlar? Perimetrini. Tamam. İndi mənim gül balalarım. Əgər mən özümdən buraya bir dənə S desəm, burada S deyirəm. Fərqli min cür ispat eləyə bilərdimi? Başa düşürsünüz ki, uşaqlar, çevrə xaricində götürmüş nöqtədən parçalar eynidir. Düzdürmü? Heç vəbşim S demirəm heç buraya. Bura 7 minus A eləyirəm. Buranı da 7 minus B eləyirəm. Tamam mı? İndi BDY üçbucağının perimetrinə baxaq. Perimetrin istəmir bu. 7 minus A plus A 7. Üstə gəl 7 minus B plus B. B'lər gedir 7. Bərabər nəyə? 14'ə. Yəni burada uşaqlar, baxın pratik belə bir şey deyim. Müəllim, mən özümdən 2 ilə 5 deyirəm. Problem yoxdur. 2 də deyə bilərsən, 5 də deyə bilərsən, 2 deyə bilərsən, 2 də yenə də eyni şey çıxacaqdır. Başladın mı ay Zeynəb? Bəli. Hı -hı. Sonra
Sonra bu testdə Beşinci sual. 5-ci sual. Çox vacibli suallar soruşursunuz. Zərfə varmı bu testdə? Xeyr müəllim. 3-sə 3-dür, 5-sə 5-dir. Bildikdə kurala görə. Yəni tərəflər şey olduğuna görə uşaqlar. Ümumiyyətlə bir dənə də deyim, bunu 2 dəfə bu günləri demişəm. Çevre xaricində götürülmüş bir nöqtədən çevre toxunanlar çəkiləndə 3 3 5 5 birinə bərabər olur. Pifaqora görə x üstəgəl 3-ün kvadratı üstəgəlinsin 8-in kvadratı bərabərdir x üstəgəlinsin 5-in kvadratına. Tamam mı? Bu da səhv etmirəmsə 6 8 10 olar da yəqin ki, düzdür? Bəli, x bərabərdir. Yox. 6 8 10 olmur. Hansı üçgəndi bu? X plus 3'ün 8, kvadratı 15, 17. x onda neçə olur? 12 olur. Bəli. 8 15 17 bəli. Yəni orada ümumiyyətlə türklər həmişə əzbər üçbucaqlar qoyurlar uşaqlar. Yəni başqa cür üçbucaqlar qoymurlar heç bir zaman. Hı -hı. Sonra mı uşaqlar? Sonra mı uşaqlar? Test 3'te Yedi. alan ABCD yəni düzbucağının sahəsi dikdörtgenin sahəsi 54'tür. Onda uzunluğu ne olacak bunun? 9 olacak. Tamam. Bize ne isteyecek? BK'nı isteyecek. Yani buranı. Hı hı hı. Süper. Süper. Baxın uşaqlar, əgər mən O'dan bir dənə elə belə buranı, O'dan elə belə baba buranı birləşdirsəm radius kimi. Tamam mı? Lap buranı da birləşdirirəm ki, lap yəni çətinlik çəkən uşaqlara, təsəvvür eləməkdə çətinlik çəkən uşaqlara net bir şəkildə aydın olsun. Mən radius yazmaram, tez-tez şey olduğuna görə A yazıram. A yazıram, A yazıram. Ha, bu sıraz verildi ki bizə bir dəqiqə. 6 verilib də uşaqlar. 6 verildiyinə görə nə olur? 3 olur, 3 olur. Radius olduğuna göre 3 olur, 3 olur, 3 olur. 9'dan 3'ü çıxanda 6 olur, 6 olur. Biz de bilirik ki B nöqtəsindən çəkilmiş parçalar birbirine eşit olduğuna göre 6 olur. Yani C bəndə. Bu super sual idi həqiqətən də. Alqışlayıram Zeynəb səni. Qızım, mənə bir dənə çay ver də Ayşəgül. Soram uşaqlar. Soram bu testdə. Bu testdə. 12. 12. Hı -hı. 4, 8. 9, 14. Burada olur 4. Bizə nə istəyəcək? X istəyəcək. Ne güzel, ne güzel. Boy. Kural neceydi uşaqlar burada? Kural. Tembelen var. Düzdürmü? Niye? Çünkü merkezden çekildiği zaman bu şekilde. Bura 12 var. Bura 18 var. Müəllim 18 9 2 dəfə kiçik olduğuna görə sağ ol qızım. 12 2 dəfə kiçik olacaq 6. Tembelenin de özelliği de bildiğinizde tembelin neye gelir açıortay. Bu şekilde. Sonra balalar deyin görək. Yoktur zərfə burada.
Nigar var mı? Ay Kamil, ay ben bir tane Mehrab, Fatime, Kamran, Fatime, Nigar, Süleyman, Zeynep, Fatime, Nigar, Nə var Namil, idi hamısına Zərifə. bax bilmədim. Yoxdur müəllim. Hmm. Digər testdə var. O zaman bir dənə uşaqlar şeyə baxacağam. İndi o birisilər lazım olanda başqa, çünki ümumi hamısını vermişdim. Polinom keçmək istəyirəm matematikdən. Qalmasın çünki bitirəlim deyə. E, dairədə alandan bir dənə testə baxacağam. Tamam mı mənim gül balalarım? Sonra polinoma keçəcəm. Zaten 5 dakikamız qaldı Zoom-un atmağına. Qalan hepsini çözümlərində şeydən baxa bilirsiniz. Dairədə alan bir testə baxacağam. Zaten 5 dakikamız var. Lütfen, lütfen birinci sayfada. 5. Nedir? AOB 40 derecedir. AB yayın uzunluğu. Bu düsturiydi ki ay Zeynep. Düstur neceydi düstur? 2 pi r alfa bölüsü 360. Değil mi? 2 pi r nədir? 18. Alfa nədir? 40. Bölünsün 360'a. 0'dan 0,7. 36'ın 4'e böləndə 9 elədi. 9 ilə 18 7 2 elədi. Bu nə elədi? 4 pi elədi. Yəni B bölündü. Sonra Kamil, Nigar soruşun görək Süleyman. Yoxdur müəllim. Test 1'də zərfə varmı? Yoxdur müəllim. Test 1'də Zeynəb, ay Zeynəb soruşun da Kamran, Kamran. Mənim bu səhifədə yoxdur, növbəti səhifədə 10-cu sual var. Növbəti səhifədə neçən sual? 10. 10. 10 mərkəzli 2 kök 3 yarı çemberdə 90 dərəcə haradır ki? AOB 90'dır. Hə, bir bura. Tamam. Bizden diyecek taralı bölgenin alanları toplamı kaçtır? Bax. Bunu daha gözəl metodla necə eləyərəm bilirsiniz? Bucaqları taparam. 120 90 nə elədi ay uşaqlar? 210. Düzdür? Deməli, tortun biz 2 kademeli 150 dərəcəlik hissəsini yeməmiz lazım. Yani hocam, yani pi r kvadrat 2 köksün kvadratı 150 bölünsün nə? 360. Sıfıra gedəndə, sıfıra gedəndə, sıfırlar gedəndə, 3'e gedəndə 5, 3'e gedəndə nə edir? 12 edir. 2 köksün də kvadratı zaten 12 edir, nə edir? 5 pi edir. Yəni bizə ne deyəcək? Kaç pi? Bir 5 pi'dir. Sorun arkadaşlar, lütfen soralım. Ben bir tane su. Sorum uşaqlar, sorum uşaqlar, soruşalım. Dairede alan uşaqlar. Nicar var mı dairede alanda? Yoxdur müəllim. Kamran var mı? Zeynep var mı? Xeyr, mən. Xeyr müəllim. Yoksa o zaman arkadaşlar növbəti zoom'a gelelim. Ne diyeceydim? Polinomlara başlayalım.